əziz tamaşaçılar və əziz muğamsevərlər, musiqi sənətimizdən danışanda elə adlar, elə imzalar yada düşür ki, məhz o insanların, o şəxsiyyətlərin sayəsində Azərbaycan muğam sənətinin təntənəsini hiss edirik. Və nə yaxşı ki, Xandan, Seyiddən, İslamdan, Zabul Qasımdan gələn ənənələr bugün də yaşayır və bugün də Azərbaycan muğam sənətində muğam ənənələrini layiqincə daşıyan və gənc nəsilə ötürən sənətkarlarımız var. Belə ustad sənətkarlarımızdan biri də əməkdar müəllim, Milli Konservatoriyanın baş müəllimi, bizim dəyərli sənətkarımız, ustad xanəndə Qəzənfər Abbasovdur. Qəzənfər müəllim, xoş gəlmişsiniz. Çox sağ olun Pərvanə xanım. Təşəkkür edirəm, var olasınız. Çox şadam ki, bizi bu günləri verilişinizə dəvət eləmişsiniz. Qəzənfər müəllim, mən sizi təqdim eləyəndə ustad sənətkarlarımızın adını çəkdim. Bunu elə belədən demədim. Zabul Qasımı da dedim. İslam deyəndə mən əslində Seygah İslamı nəzərdə tuturdum. Və Qəzənfər Abbasov haqqında danışanda bugün ifaçılar da, elə tamaşaçılar da dərhal deyirlər ki, o Şüştəri Humayunu çox gözəl oxuyan Qəzənfəri deyirsiniz. Hətta o qədər Şüştəri Humayunu gözəl oxumusunuz ki, arada sizin haqqınızda danışanda Şüştər Qəzənfər də deyiblər. Elədir, elə deyirlər. Yəni, bugün də muğam sənətində bu adlara yanaşma var. Elədir. Hər kəsin şakəri olan bir muğam var. Mən ustadım Nərman Əliyev deyirdi ki, mən övladıma fərq qoya bilmirəm. Mənim 7 övladım var. Yəni, bütün muğamları nəzərdə tutur əslində. Bütün muğamlar, mən bir şey ki, hər gün onunla məşğulsan, hər gün onunla təmaslasan, o çox yüksək formada olur. Yəni, müəllimlərdə, yaxşı müəllim həm də ona görə Əlibaba müəllim, yəni digər müəllimlərimiz xüsusi qeyd edirdilər ki, böyük sənətkarlar, yaxşı müəllim həm də yaxşı xanəndədir, yaxşı ifaçıdır. Niyə? Çünki bu sənəti biz hər gün işlədirik. O muğamların hər birini biz hər gün dərsdə bunu təkrar oxuyuruq dəfələrlə. Ona görə bizim üçün orada problem yoxdur. Ya o xanəndələrdəki Cabbarın Şakəri olubdur, Məşədə Məmməd Fərzəliyevin Şüştər xüsusi sevimli muğamı olubdur. Rahab məsələn Şəkil Ələsgərin, Seyid Şünüski, məsələn, Bahət İsfahanı çox möhtəşəm, bütün muğamları gözəl oxuyub. Yenə biri deyirik də. Yaqub Məmmədov, məsələn, Mənsuriyəni, Sabir Mirzəyev Çahargahı, amma hamısı elə hamısını gözəl oxuyub. Yaqubun Çahargahına qulaq asanda adam havalanır. Canan Ələkbəğrinin rastına qulaq asanda havalanırsan ki, ya bu nə gözəl oxuyub, neçə dəqiq oxuyub özdə, konkret ki, Hacı Baba, Ağaxan, Vahid Abdur, bütün bunların hamısının eyni zamanda bir şakər olduğu bir muğam var. Arif Babayev Seygah. Habil Əliyev Seygah, Habil Kamanının səsində olan bir, onu yaratdığı bir xüsusi Seygahdır. Arşınmalında da görürsünüz də onu filmə salıblar onun Seygahını. Gör nə dərəcədə möhtəşəm olub. Eyni zamanda Habil Kamanı ilə Yaqub Məmmədovun ifa elədiyi Mənsuriyə, o da tarix olubdur. Çox məşhurdur. Həmi Mənsuriyə tarix olub, həmi kamança tarix olub. Allah rəhmət eləsin Firidun Şuşinskiyə. Onunla onu da sübut elib ki, kamança bizim alətdir. Yəni biz onu bu cürə ifa eləyə bilirik. Mənim də payıma gəlib düşübdür Şüştər. Yəni bu lad baxımından mən də çalışmışam ki, öz kökündən oxuyum. Üzeyir bəyin o tərtib elədiyi lad sistemində mən də Şüştəri öz yerindən oxumuşam. Yəni öz kökündən. Özüm bunu qəsdən eləmişəm. Niyə? Deyirdim ki, necə ola bilər ki, sonra bülbüllərlə Qədir Rüstəmə bir dənə mahnını bütün dünyada məşhur oldu. Arif Babayev Seygahı ilə, Xan Şünski Şahnazı ilə, Seyid Şünski Razbarı mani ilə, Hacı Baba mahnı təsnif ondan sonra. O Vaqif Mustafazadənin əsərində yəni bir bayatı ilə biz Hacı Baba mənim haqqında danışırıq. Bir dənə onu görsən məşhurlaşır insan. Artıq ömrünüzün o müdriklük pilləsinə qədəm qoymusunuz. Məncə təvazökarlığı bugün sizin tələbələriniz etməlidir ki, bugün onlar ustad dərsindədirlər. Xoş gəliblər, səfa gətiriblər və əlbəttə ki, onları bugün bizim 2 sənətkar müəllimimiz müşahidə edəcəklər. Bizim dəyərli kamança ifaçımız Mərkəz Əliyev və Tarzən İlhamiz İsmailovu mən ürəkdən salamlayıram. Hər 2 musiqiçimiz, hər 2 sənətkarımız Milli Konservatoriyanın müəllimləridirlər və onlar bütün ömürlərini Azərbaycan musiqisinə həsr edən, hətta mən deyərdim ki, fəda edən insanlardılar. Tələbələri istərdim
təqdim edim. Əli Səfa Qasımov, Vüsal Ağayev və Qətibə xanım Salmanova isə bizim əziz tələbələrimizdir. Qəzənfər müəllim, o qədər söhbət var, Bəli. o qədər suallarım var. Amma mənə elə gəlir ki, Bir verilişə sığmaz. bir verilişə yox, qalın ciltli kitablara sığmaz. Bəli, bəli. Bəlkə bizim bu ovqatımızı, bu söhbətimizdəki ahəngi sizin tələbələrinizin birinin ifası ilə davam etdirək. Nə məsləhət görürsünüz? Ola ustad dərsidir də, yəni biz qarışıq. Kim oxusun? Birinci Vüsal oxuyacaq, rəsm muğamının bir şöbə Bərdəşt Mayə ifa edəcək. Buyurun, sizi eşidək. Dağların başına yaman kışta karalaya. Dağların başına yaman kışta karalar. Yar yarın görmese rengi saralar. Yar yarın görmese rengi saralar. Gel güzelim, gel meleğim. Gel güzelim, gel gel meleğim. Gel beni dindir. Kalbim senindir. Canan naz eder, naz eder, naz eder. Bülbül yaz eler, yaz eler, yaz eler. Al sazı, çal sazı, et nazı, teller oynasın. 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 Heyret ey büyük sureti gördükte lan eyler beni Heyrət ey büyük surətin gördükdə lan eylər məni surəti halım gələn surət xəyal eylər məni mehri salmazsan mənə rəhm eyləməzsən bunca ki Sayətək sevdayı zülfün paymal eylər məni yar ey əziz məni ay aman 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 İdad ya aman aman ey Heyrət ey büt surətin gördükdə lal eylər məni Heyrət ey büt surətin gördükdə lal eylər məni Surəti halım görən surət xəyal eylər məni Mehri salmazsan mənə, rəhm eyləməzsən bunca kim Mehri salmazsan mənə, rəhm eyləməzsən bunca kim Sayətək sevdayı zülfün paymal eylər məni Yar ey yar yar aman aman ay aman aman
Tale mane tevfik olur her nece kim İltifatın arzu mende vüsal eyler beni Məncə da sən şahə yar olmaq yox, əmman eyləyim. Arzu sərgəşdəyim, fikrimə hal eylər mənə. Ay da, aman Bence da sen şahe yar olmak yok Mən qədaya, sən şahə yar olmaq yox, əmma neyləyim Arzu sərgəşdəyim, fikrimə hal eylər məni Tir qəmzən atma ki, bağrım dələr, qanım tökər İqdi zülfün açma kim, aşufdə hal eylər məni Tir qəmzən atma kim, bağrım dələr, qanım tökər Qəmzən atma kim, bağrım dələr, qanım tökər İqdi zülfün açma kim, aşüfdə hal eylər məni Dəhri vəqf etmiş məni, dövrəs cavanlar eşqinə Her yeten mehveş esiri Fettu hal eyler beni Ey Füzuli, ey qılmaz ayam, tərki təriqi eşqi keyim Ay aman aman, yar aman aman, ah yar aman Ey Füzuli, qılmazam tərki təriqi eşqi kim Bu fəzilət daxili, əhli kəmal eylər məni Ay aman 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 Yar aman 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 Yar 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 aman ey ey Yar 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 aman ey yar ey 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 yar ey aziz məni Sen benim öz sevgilim öz nazlı yarım Sen benim öz sevgilim öz nazlı yarım Seni görecek gider elden ihtiyarım Seni görecek gider elden ihtiyarım Gel derek güller dinle bülbüller dinle bülbüller ey nazlı yarım Gel derek güller dinle bülbüller dinle bülbüller ey nazlı yarım Dağların başında gel önceye yol eyle Dağların başında gel önceye yol eyle Yüreğim başında benim peykan kol eyle Yüreğim başında benim peykan kol eyle Gel derek güller dinle bülbüller ey nazlı yarım 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 Bu
ifada 2 məqam var. Bunlarla bağlı sizə sual vermək istəyirəm. Birincisi, nəyə görə rast dəstgahlarında, rast təsniflərində daha çox Məhəmməd Füzulinin qəzəllərinə yer ayrılır? Bizim tədris proqramında bütün istifadə olunan qəzəllər demək olar ki, Azərbaycan klassik ədəbiyyatıdır. Yəni, bütün şairlərimiz müasir və klassik şairlərimizdə hamısından istifadə olunur. Və mənim tədrisimdə xüsusi yer alan Məhəmməd Füzulidir, Füzulinin qəzəlləridir, Əlağa Vahidin qəzəlləridir və digər şairlərimizin qəzəllərindən istifadə olunur. Və tədris proqramında xüsusi başa düşülən də Əlağa Vahidin qəzəlləridir. Yəni, tez uşaqlar mənimsəyir. Yəni, bir qəzəldən uzun illərdir ki, məsələn, gözlərin qarəsinə bir neçə qurban demişəm. Qatar muğamında daimi bu oxunur ki, uşaqlar tez öyrənə bilsin. Yəni, bəzi, belə deyək ki, muğam sevər insanlarımız var ki, yəni, muğamı yaxşı bilirlər, sözün əsl mənasında, yaxşı mənada ki, yəni, onlar deyir, qəzəlləri dəyişin. Qəzəlləri dəyişmək həqiqətən çox gözəllik verir, amma müəllimə çox böyük əziyyət verir. Müəllim yenidən təzə qəzəli çox böyük çətinliklə, yəni bu canına cəfa basır, onu oxuyur, yenidən bir də uşağa verir. Uşaqlarda çaşqınlıq yarar. Biri o qəzəllə, biri bu qəzəllə tədrisi biraz şaxələnir. Şaxələnir də, o öyrənmək şaxələnir əslində. Tələbələr özləri mükəmməl dərs alandan sonra artıq qəzəlləri özləri tətbiq etməyi bacarmalıdır. Uzun illər mən Milli Konservatoriyada o dərsləri aparmışam, o dərsləri demişəm, orada olan hamısını, hətta güşələrə qədər. Məsələn, hamı Bayat Şiraz muğamında məni candan usandırdı, cəfadan yar usanmazmı Məhəmməd Füzulinin bu beytini istifadə, mən götürdüm, başqasını oxudum. Könüldə min qəmin vardır ki, pünhani eləmək olur. Mən götürdüm bunu oxub. O da Füzulinin. Bəli, o da Füzulinin. Yəni, həmin ölçüdə, həmin bəhirdir. Götürdüm, tətbiq edim, oxudum. Yəni, burada elə bir çətinlik yaratmır. Çətinliyi ifasılar özlərinə yaradır və axtarış etmirlər. Məsələn, Bayat Kürt muğamında 2 şairin qəzəlindən istifadə edirik. Cəmi 3 beyt oxunurdu. Çəməndə naləni öyrəndi mürğanı çəmən məndən, qəmali dolmağı kəsb etdi bərqi yasəmən məndən. Və 2-ci beyti, gələk hicranı könlüm xanəsin viran edən dilbər, şikayət etməyək hər giz, nə mən səndən, nə sən məndən. 3-cü beyti də, gecə ta sübhədək fəryad edən. Bu beyt Qasım bəy Zakirindir. Amma çəməndə naləni öyrəndi mürğani çəmən məndən, bu Əbülxalıq Yusifin qəzəlidir. 2 şairin qəzəlindən bir Bayat Kürt düzəldiblər. Amma indi mən bunu götürdüm, Əbülxalıq Yusifin öz qəzəlini tətbiq elədim, gözəl də alındı. Deməli, Qəzənfər müəllim, bu qəzəl muğam məsələsi o qədər genişdir ki, belə başa düşdüm ki, sizin dediklərinizdən hər hansı bir muğama yeni qəzəl gətirməkdə hər, belə deyək də, xanəndənin hünəri deyil. Bunun üçün illər olmalıdır, təcrübə olmalıdır və bir də düşüncə və savad olmalıdır. Bir də bu ifadə, ikinci bir məqam, sizin tələbələrinizlə birgə xor oxumaq məqamıdır. Ümumiyyətlə, uşaq musiqi məktəblərində də xor dərsləri keçirilir. Bu elə belədən deyil. Yəni, xor ifaçılığı bu çətindir də. Əlbəttə çətindir. Məsələn, bu ifa zamanı mən onu hiss elədim. Yəni, bir-birinizi başa düşmək, duymaq və siz sanki daha çox buna yer verirsiniz. Həmişə bunu müşahidə eləmişəm ki, Qəzənfər müəllim, əziz tamaşaçılar, tələbələrinə bir yerdə oxumağı tövsiyə eləyir dərs prosesində. Bəli. Hətta bəzi muğamlar var ki, məsələn, muğamı güşəsini görürsünüz, biz o üşşaq, vəzinli üşşaq, üşşaq güşəsini biz xorla oxuduq. O xorla oxuna bilər. Yəni, ona vərdiş eləmək lazımdır. Xor nəyə inkişaf etdirir ifaçıda? Xor musiqi duyumunu daha çox inkişaf elətdirir. Orada 2 səsli, 3 səsli oxuyurlar və uşaqların yaddaşı çox qulaqları yaxşı eşidir musiqini. Uşaqların çoxsa hələ 19 yaşındadır, 18 yaşındadır. Onların səsi də açılmağa doğru gedir. Daha yaxşı inkişaf eləyir səs. Bunlar harda oxuya bilərlər ki? Biz Qarabağda böyümüşük, doğulmuşuq. Orada gedirdik, sahələrdə oxuyurduq, çölə gedirdik, heyvan aparıb otarırdıq. Əlimizi qoyub qulağımızın dibində Qarabağ şikəstəsi oxuyurduq. Səslər rezonans verirdi dərədə, dağda. Təbiətlə baş-başa. Təbiətlə baş-başa, bəli. Səs inkişaf eləyirdi. Amma burada harda eləsə, elə xorda oxuyurdular ki, yəni bu da həm xor olsun, həm də uşaqların səsi yaxşı inkişaf eləsin. Bəli. O səsi yaxşı inkişaf eləyən növbəti tələbəniz kimdir?
Mən bayaqki söhbətə qayıdaq onu da gərək bu şüşlər məsələsinə. Bəli. Şüşlərə biz qayıtmalıyıq. Ona görə ki, şüşlər oxuyacaq mənim tələbəm. İndi Qətibə xanım oxuyacaqdır. Qətibə xanım, səhv etmirəmsə siz şüşlərin bir hissəsini indi oxuyacaqsınız bizim dərsimizdə. Buyurun.
sen nazlı dilbersen, eşkimle derdimle sen bir xəbərsən. Sağ olun, Sağ ol, çox sağ sağ olun. ol. Qətibəni xüsusi alqışlamaq istəyirəm Qəzənfər Bəli, bəli. müəllim. İcazə verin. Həm Buyurun. çox gözəldir, həm çox zərifdir, həm incədir, həm səssiz zildir. Qətibə xanım bütün muğamları, nə qədər keçdiyim dərsləri var ki, onu kulminasiyasına qədər möhtəşəm səslə ifa edir. Hətta orta mahuru, Bayatı Qacarı, yəni çox çətin olan muğamlarımızdan belə deyən deyirəm, o az oxunan muğamları ki, onlar az oxunub. Və xüsusilə orta mahura bir rəh verdi ki, həqiqətən, məsələn, Şahnazı qatarı deyərəm, ya da bu qızlara məxsusdur da, qadınlara məxsusdur da. Məsələn, onu ifa edə bilir, o heç, onu qoyuram kənara. Amma çətin ifa olunan şüşlərdir, bu kiçik həcmli dəstgahdır şüşlər. Amma orta mahurda xüsusi bir ahəng var. Bəli, Qəzənfər müəllim, bir də bir məsələ var da. Siz axı özünüzdə qəzəllərinizlə rəng qatırsınız o ifalara. O təsnif ki, mən oxuyuram. Onun sözləri İnqilab Nadirlinin də, Allah rəhmət eləsin İnqilab müəllimə. Və onunla bizim müştərək bir muğam mövzumuz var idi və bir muğam haqqında bir əsər də yazdı o. Və orada mən onun sözlərinə bu təsnifi bəstələdim. Şüşlərə çox məhəbbətim olduğuna görə. Bəlkə bir ağız nəsə oxuyasınız o təsnifdən. Dağların laləzar gül açan vaxtı, dağların laləzar gül açan vaxtı, qəlbinin ateşi qəlbimə yaxdı, qəlbinin ateşi qəlbimə yaxdı. Bu çox belə həzin bir təsnifdir. Qəzənfər müəllim, mənə elə gəlir ki, sizin tələbələriniz içərisində hər biri özünə məxsusdur, hər birinin gözəl səsi var. Amma ən sözə baxanı elə bilirəm Əli Səfadır. Bəli, Əli Səfa. Bayaqdan necə əyləşib, heç kimin işinə qarışmır. Hamı oxuyur, Vüsal Qətibəyə dəstək olur, Qətibə Vüsala dəstək olur. Əli Səfa ancaq qavalla onları belə görürəm müşahidə edib. Heç nə nəzərdən yayınmır, xüsusən də müəllimlərin gözündən. Hə, Qəzənfər müəllim? Bəli, Əli Səfa. Əli Səfa necə tələbədir? Əli Səfa, deməli, həmi Sultan Hacıbəyev adına Musiqi Kollecində Sabir Abdullayevin tələbəsi olubdur. Ay, maşallah. Bizim çox görkəmli xanəndəmiz, müəllimimiz Azərbaycan Muğam Məktəbində öz dəsti xətti olan Sabir Abdullayevin tələbəsi olub. Və Milli Konservatoriyada mənim tələbəmdir. Neçənci kursdur? Artıq bu illəri bitirdi, qiyabi təhsil aldı, 5 il təhsil alıbdı, artıq müəllim işləyir. Əli Səfa Şur muğamından ifa edəcək və balaca bir, qısa bir təsniflər inşallah. Buyurun. Buyur. Kim ki həvəskar deyil, aman 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 aman, aman 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 aman, aramam da bütün ömrü yatıp alemde o bidar değil, ne biler tengüde pitar neylalesin ya. Ne de yol ehli mukama tahiri dar değil,
Acaba şahsidir ruhunda gıda musikidir yar. Acaba şahsidir ruhunda gıda musikidir ay balam. Ne gamı qüssə əgər dərdə giriftar deyil. Yaram anam 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 Qəzələ musiqiyə kim ki həvəskar deyil. Qəzələ musiqiyə kim ki həvəskar deyil. Bütün ömrün yatıb aləmdə o bidar deyil. Nə bilər çəngü dəfü tar neyin naləsini. Nə bilər çəngü dəfü tar neyin naləsini. Nə də yol ləhni muğamata xiridar deyil. Əcəb ol şəxsidir ruhumda qida musiqidir. Əcəb ol şəxsidir ruhumda qida musiqidir. Nə qəmi qüssəyə dərdə giriftar deyil. Gətirər sot-i müğənni dili uşaq diləyər. Gətirər sot-i müğənni dili uşaq diləyər. Bunu dərk etməyən əğyarıdır, ol yar deyil. Bizim əcdadımızındır bu gözəl musiqimiz. Bizim əcdadımızındır bu gözəl musiqimiz. Bunları dərk etməyən əlbəttə xəbərdar deyil. Deyiniz hacıyəsiniz, böylədir adətlərimiz. Deyiniz hacıyəsiz, böylədir adətlərimiz. Qoymarıq məclisəm kim əsli sənətkar deyir. Yaram anam 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 ayam ayam anam anam anam. Yaram anam anam ayam yazıyım dad can verme gamu eşka ki eşk afeti candır. Can verme gamu eşka ki eşk afeti candır. Eşk afeti can olduğu meşhur cahandır. Eşk afeti can olduğu meşhur cahandır.
fəşlərinə yaxşı nəzər etdikcə sən canımı yamandır. Yaxşı nəzər etdikcə sən canımı yamandır. Gərdərsə Füzuli ki gözəllərdə vəfa var. Yaxşı görünür surəti mənfəşlərinə yaxşı nəzər etdikcə sən camı yamandır. 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 Səfa, sağ ol. Çox sağ olun. Həqiqətən təşəkkürümü bildirirəm və siz ifa etdikcə Qəzənfər müəllim belə diqqətlə baxır və sanki demək istəyir ki, müəllim hər yerdə müəllimdir. Fərqi yoxdur sinif otağında, fərqi yoxdur səhnədə, verilişdə. Yəni müəllimin həyəcanı hər zaman hiss olunur. Elə deyil Qəzənfər müəllim. Tələbə oxuyanda müəllim özündə olmur. Tələbəniz hətta müəllim olsa belə siz həyəcan keçirirsiniz. Axıra qədər belədir. Həmişə. Həmişə belədir. Həyəcanlanırsınız. Hətta heç mənim yanımda yox. Efirdə oxuyur. Məsələn, Səbinə Ərəblidə mənim ən sevimli tələbələrimdən biri də odur. Nigar Şabanova, əməkdar artist. Sevinç Sarıyeva, əməkdar artist. Mənim tələbələrimdir bunlar. Zülfüqar Mahmudov, əməkdar artist. Naxçıvan əməkdar artistidir. Onları mən efirdə görürüm. Evdə oturub onlara baxıram. Baxıram, yenə də həyəcanlanım. Deyirsiniz ki, nəyəsə səhv eləməsinlər, hə? Hayır, mənim asılı deyil axı. O müəlliminin asılı deyil. İstəyirəm ki, həmişə elə bilirəm, onlar mənim yanımdadır. Qəzənfər müəllim, muğam aləmində müəllimlik, bilirsiniz, bu o qədər çətin bir şeydir. Və əməkdar müəllim olmaq. Nərman Əliyev də əməkdar müəllimdir. Əməkdar müəllim Respublikada cəmi xanəndələrdən gedir söhbət. Cəmi 4 nəfər olub. Birinci olub Seyid Şünüski, sonra Seyid Şünüskinin tələbəsi mənim ustadım Nərman Əliyev. Nərman Əliyevdən sonra mən və məndən sonra Gəncədə Sərdar Bağırov var idi. Bəli. Yəqin ki, tanıyırdınız. Çox məşhur müəllim olub o. Çox məşhur müəllim idi. Musa Şünüskinin tələbəsi olub o. Ona əməkdar müəllim yəni musiqidə, muğam sahəsində bu şəxslər əməkdar müəllimlərdir. Yəni musiqidə, yəni xanəndələrdir. Xanəndəlikdə. Xanəndələrdə cəmi 4 nəfər əməkdar müəllim olub. Yəni bu çox azdır həqiqətən. Yəni bu özü o deməkdir ki, müəllimlik həqiqətən hər zaman zirvədə olan bir peşədir. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Çox sağ olun. Biz sizə təşəkkür edirik ki, bizi dəvət eləmsiz və biz də sənətimizdən az da olsa xalqımızı maarifləndiririk. Musiqi məktəblərimizə, tədris ocaqlarına bu dərslərin çox böyük təsiri var. Çox sağ olun Qəzənfər müəllim. Dərin təşəkkürümü bildirirəm sizə, əziz tələbələr, əziz musiqiçilərimiz. Bir daha hər birinizə dərin təşəkkürümü bildirirəm. Sizə gələcək həyatınızda, yaradıcılıq yolunda uğurlar arzu edirəm və elə bu arzu ilə də əziz və hörmətli Qəzənfər müəllim verilişimizi yekunlaşdırırıq. Əziz tamaşaçılar, əziz muğamsevərlər, növbəti dərslərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Süsensin bir bitirmişen ben ya
canım halıyım. O meh cemalın ağızda kalır. O meh cemalın ağızda kalır. Yıldırdı beni ay gülüm, nedir hayalın, nedir hayalın. Yıldırdı beni ay balam, nedir hayalın, nedir hayalın. Yar elinden boğda içtin, metlebime men yetiştim, men yetiştim. Kecavesin ay gülüm bezemiştim. Aman gül gez yarım hanım, canım hanım. O meh cemalın ağızda kalır. O meh cemalın ağızda kalır. Öldürdü beni ay gülüm, nedir hayalın, nedir hayalın. Yandırdı beni ay gülüm, nedir hayalın, nedir hayalın. O meh cemalın ağızda kalır. O meh cemalın ağızda kalır. Öldürdü beni, yandırdı beni, yandırdı beni ay balam, öldürdü beni, yandırdı beni ay gülüm, nedir hayalın, nedir hayalın.